Işık olsun her gün, her ay ilimiz, fitir bayramımız, ümit gülümüz, çiçəklensin diləyimiz, dilimiz, aydınlığa əssin səhər yelimiz, min belə bayramlar görsün elimiz, görüm abad olsun Azərbaycanı, günü gündən sevsin insan insanı, qəzavətdə qazi etsin vicdanı, hakka doğru aydın olsun yolumuz, min belə bayramlar görsün elimiz. Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla siz aziz yoldaşlara, sırdaşlara salam ərz edirəm. Fitir bayramını siz aziz müminlere, özellikle Türk Müslüman müminlerine təbrik edirəm ve Tanrıdan bollu dualar, xeyirlər, bərəkətlər sizlərə arzulayıram. Əzizlər, bu demək olar ki, 4-cü, 5-ci ilə biz yaxınlaşırıq ki, Türk İslam fəlsəfəsini, hikmətini, irfanını, əxlaqını, Təbriz məktəbini sizinlə ortalığa qoyub açıqlayırıq. Demək olar ki, Türk İslam fəlsəfəsində bizim 4 ayaq varımızdır. O 4 ayaqla gedirik qabağa. Biri Farabinin düşüncəsidir. İkincisi İbn Sina'nın ki, həman sınav və sınaqdır. Türk Müslüman həkimlərdən və filsuflardan olaraq. Üçüncüsü Sohraverdidir və dördüncüsü də Təftazanidir. Bu 4 dənə demək olar ki, Türk Müslüman filsufun fəlsəfəsi Türk İslam fəlsəfəsini düzəldir, yönəldir, yürüdür və bizi fəlsəfə baxımından bir milli düşüncəyə bu 4 filsuf eləyə bilər, çatdırsın. Amma fəlsəfənin əməli baxımından da 4 həkim ki, hikmət bizə yazıblar, möhkəm qaydalar törəldiblər. Onlar da biri Yusif Balasağonludur, Qutadğu Bilik əsərində və demək olar Ədib Əhməd Yüknaki də Ətəbətul Həqaiq əsərində və üçüncüsü də Əmirəli Şir Nəvaidir, o xəmsələrində və dördüncüsü də Türkistan qocası Pir Türkistan Xacə Əhməd Yəsəvi Divanul Hikmətində. Biz bunlarla bağlı məqalələr yazmışıq və Telegramda bunlarla bağlı bir sıra sözlər sizinlə ortalığa qoymuşuq. Birlərisi də demək olar Ətəbətul Həqaiqi açdıq və birinci məqaləni qoyduq. Onunla bağlı sözlərimiz olacaqdır ki, sizinlə ortalığa qoyacaq. Demək olar ki, hikmətin də 4 ayağı var ki, burada neyniyir? Bizə hikməti öyrədir. Hikmətdə möhkəm qaydalardırlar, sınmayan qaydalar ki, bizim dədə-babalarımızdan bizə çatıbdır və bizə ucuz bizim ixtiyarımıza qoyulubdur ki, biz yanlış yapmayaq, doğru düzgün yolu gedək və bu hikmətə neyniyək, dayanaq. İrfan baxımından da, yəni Türk İslam irfanı, bizim milli İslamımızın da, o da milli irfanımızın da, orada da 4 ayaq siz görə bilirsiniz. Ən birincisi o zirvədə əyləşən demək olar ki, Şəms-i Təbrizdir. İkincisi Mevlana'dır, Mevlana, Mollay Rum demək olar və üçüncüsü İmaduddin Nəsimidir və dördüncüsü də Şah İsmail Xətaidir. Burada nə mənədir? Bizim bu irfanımız, milli irfanımız o şaman düşüncələrindən qaynaqlanaraq gəlir və bizə bir milli məfkurə, bir milli düşüncə irfandan eynirlər, bağışlayırlar ki, demək olar ədəbiyyat sahəsində də elə bizim özümüzə görə alimlərimiz və ədəblərimiz olublar. Milli elmilikdə də
Ebu Reyhan Biruni'den, Xarəzmdən, Zəməxşəridən, Razilərdən, bunlar elmin o metodolojisində bizə neyniyiblər? Teorilər və termlər yaraldıblar ki, biz onlardan yararlanmışıq. Söz burada budur ki, Türk-Müslüman düşüncəsi bu fəlsəfədən, bu hikmətdən, bu irfandan, bu əxlaqdan və bu ədəbiyyatdan yararlanıb bir milli düşüncəyə əl tapa bilər. Bu milli düşüncənin kölgəsində eləyə bilər masoni, səlibi və şüubi düşüncələrdən və onun budaqlarından ki, viran, şəhriye, tağuti düşüncələridir, orada neynəsin, özünü qurtarsın. Bizim ariflərin baxışığında demək olar ki, bayram ya eid demək olar odur ki, insan öz o sevdiyinə qovuşsun. O məşuquna demək olar çatsın. Ona çatmaq, o diləyinə, o istəyinə çatmaq elə bir türk-müsəlman düşüncəsində, irfanı baxımından bir dənə bayram sayılır. Mən çox xoşluram ki, bu yeni ildə və bu fitir bayramında sizinlə Mevlana'dan 6-cı dəftərindən bir nağılla demək olar ki, sözlərimi sizə təqdim edəm. Bu nağıl çox dərin bir nağıldır. Buna görə ki, həm 6-cı dəftərdə gəlib, yəni Mevlana'nın o düşüncəsi bütün burada mükəmməl təcrübələrlə gəlir meydana. İkincisi də budur ki, bu Təbriz ilə bağlıdır. Yəni Mevlana burada o Təbrizə çatmağı və gəlməyi və Təbrizin iyinin almasını və demək olar ki, onunla neyniyir? Özünə bir bayramlıq verir. Yəni bir bayram özünə qazandırır, bir şənlik özünə qazandırır. Bu nağıl 3106-cı beytidə, 6-cı dəftərdən başlayır. Nağıl belə başlayır ki, bir kəs gedir Təbrizdə, eşidib ki, bunun durumu ekonomi baxımından çox gözəldir. Gedir onu görsün, biraz borcu vardı və o adamdan neynəsin? Təbrizdə o borcunu alsın və ödəsin. Yaddan çıxartmayaq ki, bu adam ki gedir, elə Mevlana'nın özüdür gedir. O adam da ki istəyir tapsın, elə Şəms-i Təbrizi də istəyir onu neynəsin tapsın. An qərib mumtəhən az bیم vam در ره آمد سوی آن دارالسلام برج əlindən gəldi o borçlu kişi qocaman Təbrizə ta bitsin işi. شد سوی تبریز و کوی گلستان خفته امیدش فراز گل ستان. Təbrizə gəldi, yönəldi güllüyə, gözünü tikmişdi şanlı Təbrizə. زد ز دارالملک تبریز səni bər امیدش روشنی bər روشنی. Təbrizi görən kimin gözləri hər yandan işılladı, nurlanırdı şanlı Təbrizdə canı. Çon yanırdı orada ümidin şamı, orada ümidin şəmini görürdü. Can xəndan şد از آن روضه رجال از نسیم یوسف و مصر وصال. Kişilər yurdunda oldu könlü xoş, Yusuf'a gəlmək olardı orada tuş, elə bir Yusuf'a çatmaq üçün. گفت یا هادی انخلی ناقتی جاء اسعادی و طارت faqəti. Bu ərəbi şeirləri siz Məsnəvdə, Şəms divanında çoxlu görürsünüz. Xüsusən o yerdə ki, Mevlana neyniyib bir yerə yetişir ki, o məşuqu görə, o Buxara nağlında da, Mərd-i Buxarayda, orada da bu ərəbi şeirlərini neyniyir, gətirir. Hadi o dəvə sürənə deyir. Deyir ki, dəvəni saxlacınən və mənim xoşbəxtçiliğim yetişdi, da mən Təbrizə yetişdim, da mənim fəqr bir şeylikdə, da mən onu görməyəcəyəm. Dəvəni xıxlat dedi, ey sarıban, ərəzənlik çatdı, fəqr oldu yalan. Arazanlıq ya ərəzənlik, yəni servət, xoşbəxtlik. Bu neynədir? Yetişdi mənə. Obroki ya naqəti tabəl umur, ennə təbrizən münaxatu sudur.
Dəvəsinə deyir ki, sənə mübarəklər olsun ki, da işlər çox gözəlləşdi, təyyibül umur oldu. Və Təbriz haradır? Təbriz o yerdir ki, münaxat-ı sudurdur. Yəni sinələr orada vururlar der vaqa yerə özlərini və oranı bir dənə kutsal bir yer bilirlər. Hər baxımından, həm məna baxımından kutsallığı, həm alış-veriş baxımından kutsallığı Mevlana buna neyniyir? İnanır və Təbrizə də belə baxır. Çök dizə işlər düzəldi ey dəvə, qocaman Təbriz yataqdır mərdliyə. Yəni fotovət və mərdliyin yeri elə Təbrizdir. İsrəhi ya naqəti həvlə riyaz, ennə Təbrizən lənə ni'məl müfaz. Getdi ey dəvəm, orada nə qədər otluya bilsən otlacına, orada gözəl bağlar var, bağçalar var, otlar var, bitkilər var. Niyə ki Təbriz ni'məl müfazdır. Yəni oradan feyzə çatmaq üçün, qurtuluş axtarmaq üçün ən gözəl bir yerlərdən Təbriz sayılır. Arxayın get ey dəvəm, otla yemi, ac qarının yoxdur bu yerdə gəmi. Saribana bar bogşaz uşturan, şəhri Təbriz است و کوی گلستان. Dəvələrdən aç yükü ey sariban, buradır güllər diyarı canə can. فر فردوسی است این پالیز را، شعشعه عرشی است این تبریز را. Calayır çün Təbrizə ərş işığın, bu gülüstanlar verir cənnət iyin. Hər zamani fauc ruhangiz can, az faraz ərş bər Təbrizyan. Ərşdən yetişir hər an Təbrizə bir bölük ki, güldürür canı üzə. چون وثاق محتسب جستن غریب، خلق گفتندش که bogzəşdən Həbib. Elə ki yetişdi o mühtəsibin evini tapmağa, cəmaət Təbrizdə dedi ki, sən beyvax yetişibsən, o dünyasını dəyişibdir. Dəyişibdir dedilər o dünyasın evinə, mühtəsibin o çatdı çün. او پریر از دار دنیا نقل کرد، مرد و زن از واقعه او روی زرد. O dün gecə idi ki, dünyasını dəyişdi və kişi, qadın, xanım hamısı narahat oldular bu vaqiədən. Dəyişibdir dünyasın israhı gün, çün rəsid, yəni irəli gün, bəli, israhı gün. Xalq bu üzdən tutubdur yasın, yaslıdırlar xalq onun ölməyinə. O yaxçı kişi idi, yaxçı insan idi. رفتان طاووس عرشی سوی عرش، چون رسید از هاتفانش بوی عرش. Qeybdən bir xəbəri gəldi və onu neynədi? Özü ilə götdü, apardı. Köçdü o ərşin quşu ərşə sarı, gözləyirdi yolunu çünki yarı. Sayəş gərçə pənahı xalq بود، در نوردید آفتابش زود زود. Bu eyni günəş kimi idi. Xalqın sığınacaq yeri idi. Xalqa yardım edirdi, əl tuturdu. Amma bunun günəşi tez batdı. Kölgəsi düş səyidi də başa əyər, günəşi batdı onun etdi səfər. راندو کشتی از این ساحل پریر، گشته بودان خواجه زین غمخانه سیر. Dünyadan apardı o bir ağ kəfən, gəmisi köçdü bu sahildən dünən. Nərə-i zəd mərd و بیهوش اوفتاد، گویا او نیز در pey can بداد. Kişi bu xəbəri eşidən kimin bir nərə çəkdi və özündən getdi. Elə bir bu da canını əldən verdi və öldü. Bu xəbərdən bayılıb yəni huşdan gedib. Bu xəbərdən bayılıb düşdü kişi, dedilər onun da qurtardı işi. Dedilər bu xəbəri eşidən kimin? O kişi də elə öldü. Pəs qulab و آب بر رویش زدند، همرهان بر حالتش گریان şudند. Oldu yan yörəsinin halı xərab, üzünə çilədilər onlar gülab. Ta به şب بیخیش بود و بعد از آن
نیمه مرده بازگشت از غیب can. Akşamacan bayılıp düştü kişi, yarıcan oldu ve lakin sönmedi. Yarıcan düşmüştü. Hey sudan, gülaptan vurdular bunun üzünə ki, bu kişini neynəsinlər? Oyatsınlar. Bu uzaq yerdən gəlmişdi. Bu gəlmişdi Təbrizdə o xəyyir kişini, həman mühtəsibi görsün. Çon به هوش آمد به گفته کردگار. Elə ki huşa gəldi bu kişi, gördü ki, bəli də o kişi orada ölübdü. Yavaş yavaş başladı ki, neynəsin? Tanrı ilə danışmağa, bir lətif, mənasəl bir ilgiyə ondan keçməyə və onlar çox demək olar Məsnəvinin ən gözəl beytlərindəndir ki, özəlliklə o müminlərə, o müslümanlara ki, bu bir ay oruç tutublar, Tanrı ilə danışıblar, Qur'an xətm eləyiblər, çoxlu şeyləri özlərinə haram ediblər və onlara bu sözlər mübarək olsun. Və Mevlana da burada bir dənə uzman olaraq bu sözləri neyniyir? Bizlərə öyrədir. Çون به هوش آمد به گفته کردگار مجرمم بودم به خلق امیدوار. Burada ki mən bu xəlqə ümid bağladım insanlara, mən elə burada mən mücriməm. Mən insanlara ümid bağlamayacaqdım. Mən təhcə sənə ümid bağlayacaqdım. Özünə gəlmək həman döndü dedi, bağladım xəlqə nədən ümidimi, gerçi xacə bəs səxavət کرده بود. Hiç an kuf ətay to nəbud. Tutaq ki, bu xacə çoxlu bağışlıqlar, bağışlamaqlar, ətalar eləmişdi. Amma bu sənə ki tay ola bilməzdi. Nə qədər ki xacə vermişdi mənə, muştuluq deyildi. Ya Rəbb, lütfünə, o کلاه بخشید و تو سر پرخرد، او قبا بخشید و تو بالا و قد. O mənə böh bağışlasaydı da, sən mənə baş bağışlamışdın. Sən o qəba versəydi mənə, sən mənə qəd vermişdin. Bölç verdi o əgər sən dənli baş, o xaral vermişdi. Xaral təlisdən. O xaral vermişdi, ya Rəbb, sən qumaş. او زرم داد و تو دست زرشمار، او ستورم داد و تو عقل سوار. O mənə qızıl altın versəydisə, sən mənə bir əl verdin ki, mən o qızılları, o altınları ondan sayırdım. O mənə bir at versəydi də, sən mənə bir əql verdin ki, mən eləyə biləm, onunla o atı minə biləm. Buradan ora çoxlu bir fasilələr var. O qızıl verdi, sən etdin zər məni, elədin ya Rəbb, minən sən əqlimi. خواجه شمعم داد و تو چشم قریر، خواجه نقلم داد و تو طعمه پذیر. خواجه mənə şəm versəydi də, sən mənə göz verdin. Şəm verdi, sən işıqlı göz mənə, elədin çətini ya Rəbb, öz mənə, öz yəni asan. او وظیفه داد و تو عمر و حیات، وعدهش زر، وعده تو طیبات. O mənə bir aylıq versəydisə, sən mənə ömür verdin, yaşayış bağışladın. O mənim o vədələr versəydi ki, onun vədələrində altın olsaydısa, sən vədələr verdin ki, onun içində, onun altında təyyibat var idi. Təyyibat, Qur'anı söz. O keçindirdi, sən etdin ömrü bol, bu ömürdə elədin düzlüyü yol. Düzlüyü sən mənə yol elədin. O vesaqəm dad و تو چرخ و زمین، در vesaqət o sad çon o səmin. Yatmağa yer verdi, sən də bu yeri, yer nədir? İhsan etdin göyləri. Zər əzan tost, zər o nafəri. Nan əzan tost, nan az tuş desid. Versə də zər, yaradan sənsən, sən onu, yetişir səndən bizə yaş ya quru. Bu nağıl belə davam edir, amma elə bu sözlər, bu münacatlar, bu incə sözlərlə, kəlmələrlə Mevlana Tanrısına yanaşır
və bizə bir dənə irfanda ən böyük dərs bağışlayır. O da budur ki, biz ümidimizi o Allahdan, o Tanrıdan, o Xaliqdən, o bizi ki yaradıbdı, ondan kəsməməliyik. La təqnətu min rəhmətillah. Biz o rəhmətdən əlimizi üzməməliyik. O ümidlə bağlı da biz bu məmləkətimizə ümid bağlamalıyıq. Bu məmləkətin düzəlməsinə, ekonomi sahəsində, milli düşüncəsində, siyasət baxımında, xalqın o yaşayış tərzində, rifahında ümid bağlamalıyıq. Hər kəs öz yerində, öz demək olar əyləşən vəzifələrində bu məmləkətimizə candan, maldan, qələmdən yol göstərməlidir və çalışmalıdır. Bu coğrafiya, bu torpaq bizimkidir və qoymamalıyıq ki, şubi, səlibi, məcusi, viran şəhri düşüncələr gəlsinlər bizim bu məmləkətimizi parçalasınlar. Türk parçalayan olmaz, Türk yapışdıran olar. Niyə ki, o tarix boyu bir əqlaniyyətə əl tapıbdır ki, o əqlaniyyətin içində təsamuh var, təsahül var, dövlətə düşünmək var, tədbir bəqa vardır, təavun vardır, özcə dinlərə, özcə dillərə yol vermək vardır. Biz türklər eləyə bilərik digər əqvamları bu məmləkətdə keçindirək. Amma sizlər hazır olmursunuz ki, bizi keçindirəsiniz. Bizim istəklərimiz bir milli, bəşəri istəklərdirlər. O da hüviyyətimizə, öz kimliyimizə, öz dilimizlə bağlı o istəklərdirlər. Hər halda hamımıza Tanrıdan bollu can sağlığı, səlamətçilik arzulayıram və ondan istəyirəm ki, bizim xalqımızı hər zaman öz sığıncağında saxlasın. Xoşlu günlər, aylar, həftələr sizlərə Tanrıdan arzulayıram. Ki ilimiz xeyirli, bərəkətli olsun. Fitir bayramımız da mübarək olsun. Sağ olasınız.